Səhəri günü ağlı başında olmayanları Seyyid-i Şühədaya hürdürmək üçün. Yəni İmam Hüseyin əleyhissalam. Baxın, dərhal bir qrup ağılsız insan çıxdılar. Dedilər ki, ərəblər bizim şəhidlərimizə hörmətsizlik eləyiblər və biz isə 14 əsrdə onların şəhidlərinə yas saxlayırıq. Bunun mənası bir idi. Bundan sonra heç biz də onların şəhidlərinə hörmət eləməyəcəyik. Burada söhbət İmam Hüseyin əleyhissalamdan gedirdi. Və bütün davalar İmam Hüseyin əleyhissalamdan. Bütün davalar məhərrəmliklə, bütün davalar səfərlə. Bunlar hamısı oyundular sadəcə o məhərrəmliyə dil uzatmaq üçün. Bir il dedilər ki, bayraqları məscidlərin üstünə vurmaq olmaz. Bir il dedilər ki, evlərimizdən olmaz. Məscidlərdə olar, evlərimizdən olmaz. Şəxsi evlərdən, eyvanlardan, balkonlardan asılan bayraqları çıxartdılar. Bir il dedilər ki, uşaqları məscidə buraxmaq olmaz. Məhərrəmlikdə. Yavaş-yavaş uşaqları məsciddən çıxartdılar. Sonra bir yaş məhdudiyyəti qoydular. Gah dedilər az yaşlıları götürməyin, gah dedilər məktəbliləri götürməyin. Bu ildə yadda qalan bu oldu ki, gəldilər dedilər ki, İmam Hüseyin